Salam əziz, gözəl, dəyərli izləyicilər. Bugün sizə 2 fincanla qəhvə proqnozunu bildirmək istəyirəm əzizlərim. Uca Tanrımın nuru, bərəkəti sizin üzərinizdə, sevdiklərinizin üzərində olsun həmişə. Üzərinizdə olan sıxıntılar, dərdləriniz, kədərləriniz tezliklə sizi şəfalandırsın. Yeni iliniz də əzizlərim mübarək olsun. Qədəmləri uğurlu, sizlərə düşərli olsun. Ramazan ayları da bilirsiniz ki, yaxınlaşır. Onun hörməti üzərində Allahdan arzu edirəm ki, tez vaxtı ikən, tezliklə həyatımızda, dünyamızda salamatçılıq olsun. Əskərlərimiz sağ-salamat gəlsin. Allah Teala bütün əzizlərinizi, özünüzü bütün bəladan, dərddən qorusun əzizlərim. Tez-tez çalışın. Bax bu fevral ayının axırına qədər gözəl dualar oxuyun. Zikirlərə bağlanın əzizlərim. Yollarınız açıq, niyyətiniz, tutduğunuz niyyətiniz də tezliklə həyata keçsin. Birinci fincan, ikinci fincan. Birinci fincanımız qırmızı ulduzdur əzizlərim. İkinci fincanımız yaşıl ulduzdur əzizlərim. Birinci fincanımızdan başlayaq. Birinci fincanımızın niyyətini tutanlar üçün niyyətimizi başlayaq əzizlərim. Niyyətimizi başlayaq. Bir dənə tüstü verək. Bir tüstülənsin. Qəşəng hamınızda bir təmizlik geçsin bədəninizdə. Nə ağrıqlarınız varsa hamısı üzərinizdən geçsin. Birinci fincanın niyyətini tutanlar üçün açaq əzizlərim. Sönmür ki. Belə. Ruhunuz, bədəniniz, bütün yollarınız açılsın. Nə ağırlıq varsa üzərinizdən geçsin əzizlərim. Bax bu fincanın niyyətini tutanlar. O qədər yorğunsan ki, bəzən deyirsən ki, quş olub qənət açım, uçum gedim. İstədiyim yerlərə gedim. Biraz durğunluqlar var həyatınızda. Bax gözəl bir hədiyyəniz olacaq əzizim. Biraz 5-6 gün içində işlərini idarə edəcəksən. Borcların varsa beynin biraz doludur, zehnin doludur. Bax, gec düzələn işləriniz tezliklə həyata keçəcək əzizim. Bax göz vardı. Gözü bax sıxdım, partlatdım ki, üzərinizdən göz uzaq olsun. Yəni bunun fərqindəsiz. İşinizin durğunluğu, işlərinizin biraz tərs getməyi, bunun hamısının fərqindəsiz əzizim. Stol arxasında oturub danışacaqsınız. Ciddi söhbətlər ola biləcək. Yolunda getməyən işləriniz yavaş-yavaş yoluna düşəcək. Sanki iş yerində işləyirsinizsə ayağınızı çəkənlər var. Tez-tez telefon zəngləri ola biləcək bu aralarda. Hətta sizin hansı gücə malik olduğunuzu, nə edə biləcəyinizi bilən insanlar var ətrafınızda. Çünki sizin iş sisteminiz də yavaş-yavaş dəyişiləcək. Diqqətini başqa şeylərə vermək istəyəcəksən, tələsik bir yerlərə çağrıla bilərsən, maddiyyat anlaşması ola bilər. Biraz bu aralar bəziləriniz xəstəliklə, kiçik qəzalarla, yəni biraz da diqqətli olun. İçində olan bəzi travmanı ata bilmədin. Bir tərpəniş olacaq ailə üzvlərindən birilərində. Vaxtikən o insan sənin üzərində heç titrəməmiş, sənin üzərində bu qədər əl-ayaq etməmiş, indi sənin üzərində titrədikcə sən təəccüblənə biləcəksən. Sizinlə maraqlananlar ola biləcək. Birilərlə qovuşa bilərsən. Əngəllər var ortada, amma bu əngəllər qalxacaq. Çevrəvi genişləndirmək istəyəcəksən. Sosial çevrən çoxalacaq. Biriləri bir neçə nəfər elə bir o insanın işini görənə qədər sənin yanındaydı, sənin arxandaydı, sənin ətrafındaydı. Amma onun işini həll elədin, qutardın, bitdi. Artıq o adam da səndən uzaqlaşdı. Bu insanlara baxdıqca güvənin də itir, bu insanlardan da uzaqlaşmaq istəyirsən. Hərfi biri sənə dəstək ola biləcək, sevinə biləcəksən. Ailədən biriləri ya nişan, ya nigahı ola bilər. Bir dostluğun ya rəfiqəvin paxıllığını hiss edib fərq edəcəksən. Onun altdan nə iş çevirdiyini fərq edəcəksən əzizim. Çox dualar etdin. Bir nəfər üçün çox dualar etdin.
Amma sizə çox şeylər çəkdirdi. Əlbəttə, o sizə nə çəkdirdisə, nə yaşatdısa, onu da yaşayacaq əzizim. Biraz səbirlə. Bir yerə yolun var. O yol sənə çox yaxşı gələ biləcək. Səbirsiz kimisən, elə bir çabaladığın işlərin qarşılığını yavaş-yavaş almağa başlayacaqsan. Dərin duyğular bəsləyirsən birilərinə, platonik bir sevgi qarşı tərəfdən sizə dəyər verəcək, görəcəksən. 15-20 gündə yaralarını yavaş-yavaş sağaltmağa doğru gedirsən. Ağlındakı birilərlə qarşılaşa bilərsən, gözəl planların ola biləcək gələcəklə, gözəl bir barışığın ola biləcək. Birinə pul verdinmi, ala bilmirsən. Ya alacaqsan əzizim, səbr ilə. Sizlə bir qadın ciddi söhbəti ola biləcək, sıxıntısı olanlar var ətrafında, ailə içində də sıxıntısı olanlar var. Bir neçə günə ailə üçün gözəl xəbərlər gələ biləcək. Bax, ailə içində bir nəzər var. Xeyirli təkliflər gələ biləcək. Hər bir şeyi yoluna salacaqsan. Qiymətin artacaq bəzi insanlar yanında. Bax, açarı almısan, əlbət tutmusan, tez-tez gedirsən sevincli. Üzülmüsən, içində sanki fırtınalar qopur. Qurbanın var əzizim. Bəziləriniz kəsdirmisiniz, Allah qəbul etsin. Bax, görəcəksiniz bundan sonra necə işləriniz yaxşıya doğru gedə biləcək. Bəziniz geri çəkilmiş haldasınız. Üz-üzə gəlmək istəmədiklərində var. Bir çoxluq olan bir yerə toymu, nişanmı, ad günümü dəvət olunacaqsan. Tez-tez işlərini edib çatdırmaq istəyirsən ki, gedmək istədiyin niyyətin var. Planların var. Q hərfi ilə bir anlaşma ola biləcək. Rahatsızlıqlar ortadan gedə biləcək. İçində sizin bir qorxu var. Nə edəcəyini hərdən bilmirsən. Çiynində daşıdıqların bəzi yorğunluqlar var. Biriləri üçün çox əziyyət çəkdin. Bax, ailə içində gündüz rahatdır, yaxşıdır, oturub danışırsınız, söhbət edirsiniz. Axşam gəlir, elə bir ki, sənə əziyyət verir. Səni yorur, danışdıqlarınla yorur səni. Gündüz yaxşı olur, axşam ağzına gələni deyir əzizim. Bəlkə də həyat yoldaşındır, bəlkə də ailədən birilərdir, bəlkə də ailədən böyüyünüzdür. Evdən bir gəlinlə yəni bir qadınla bir kişi, bir kürəkən də ola bilər, gəlin də ola bilər, evdən çıxır əzizim. May-iyun ayında bax bir evdə bir sevinç, bir toy, evdən bir gəlin çıxa bilər, ya evdən bir oğlun bəy çıxa bilər əzizim. Bax, birilərinizin övladı subaydı, çox darıxırsınız, düşünürsünüz. Bəlkə də övladın çox seçim edir. Onu bəyənmir, bunu bəyənmir. Yəni, hər kəslə də yola çıxa bilmərəm, hər kəslə də oturub ailə qura bilmərəm, hər şey həyatımda düzüm qoşum, sonra evlənim. Yəni, evdə bəzi söhbətlər gedə bilir. Siz özünüz də hər kəslə yola çıxa bilməzsiniz, hər kəslə də dostluq edə bilmirsiniz, hər kəslə də oturub durmursunuz. Hər kəslə çörək kəsmirsiniz. Amma doya-doya yaşayacaqsınız həyatınızı bundan belə. Gözəl şeylər istəyirsiniz, bir ev mi tikdirirsiniz, ya bir yer mi tikdirirsiniz, ya bir ev mi alacaqsınız və ya bir kirayı mı axtarırsınız. Əlində maddi mənəvi haqqını aldılar sənin əlindən, göz yaşların oldu. Amma birindən dəstək alacaqsan. Siz cibinizdə pul saxlaya bilmirsiniz. Çünki bir əlinizdən gəlir, bir əlinizdən gedir pulunuz. Biraz əsəb keçirə bilərsiniz bu yanvar ayında. Yetişdiyin qədər hər bir işi çatdırırsan. Amma bəzi insanlar baxırsan ki, yenə razı deyirlər səndən. Olan bitən şeyləri elə bir tərəziyə qoyacaqsan. Balansda saxlamaq istəyəcəksən. İçində çiçəklər açılacaq sənin. Biraz səbrlə, 1-2 ayın içində. Acı çəkirsən. Üzərində qara buludlar gedəcək. Hər şey inad üzündən, çox şey deyərdim, inad üzündən itirdin. Bax, qohumlar var. Sevdiyin qohumlar da var, istədiyin qohumlar da var, hörmət etdiklərin də var. Amma məsafə saxladığın qohumlar da var. Amma onlar yavaş-yavaş sizi axtarıb soruşacaqlar. Aranı açmaq istəyəcəklər, gediş-gəlişi yaratmaq istəyəcəklər. Bax, içində olan kədərlərin gedəcək, önün açılmağa başlayacaq. İtən ümidlərin yaşamağa başlayacaq. Gözlədiyin bir gəlişmənlə əlaqəli səbr etdiyin bir şeylərə, yəni muradına çatacaqsan. Düzdür, bir şeylər gecikib qalmış düşünürsən, vəsvəsədən qutaracaqsan, səbrivin sınağından keçdin. Kainat bəzən əlindən almaq üçün deyil, yaxşı şeylər gətirmək üçün
daha da yaxşısı olmaq üçün səni hazırlayır. Ona görə bəzi şeylər, işlərin gecikir, buna üzülmə. Bir dükan açmaq istəyirsən və ya bir ofis, öz işə aid bir ofis açacaqsan. Bəziləriniz bax ofisdə işləyirsənsə, ofisində bir yer dəyişmə ola biləcək, bir vəzifə qalxmağın ola bilər və ya ofisi dəyişə bilərlər. Enerjini bitirən insanlardan uzaq olacaqsan. Durduğun yerdə bəzi dedikodular, məsələlər var ki, onları eşidərək üstünü bağlayacaqsan. Siz niyə üstün bağlısın? Çünki həm safsınız, həm ürəyiniz çox yuxadır, həm də nə qırılmaq, nə də qırmaq istəmirsiniz heç kimi. Bax, burada üçüncü şəxs var. Müdaxilə edən, yəni qarşı tərəfdən gəlir o üçüncü şəxs. Ailə dağıtmaq və ya sevginizi dağıtmaq istəyir, bitirmək üzrədir, hətta o dərəcədədir. Bəzən elə bir ki, bəzi işlərinizi başınıza vuran var. Hardasa onun yanında bəlkə bir səhvin olub, hardasa nəsə bir şeyin olub, dəqiqədə onu sənin başına vurur. Artıq yoruldun o insandan. Hətta siz necə deyirsən ki, birdən birini qıraram ha, taxılıb qalırsan bir şeydən ötürü. Birindən birinin üzərəm ha, çox belə hər şeyi üçvizə salan insansınız, düşünən insansınız. Çarəsiz kimi olursan hərdən. Sizi çətinlikdən çıxaranlar ola biləcək, uğrun ola biləcək. Yəni, bəzi sınaqdan, imtahanlardan çıxdın əzizim. Həyatına qarışan insanlara çalış, biraz ara ver. Yəni, bax, bu 2 ayın içində bir şərə düşə bilərsiniz. Biraz o şərdən kənar ol. Olmayan şeyi sizin üzərinizə ata bilərlər. Sizi günahkar saya bilərlər. Bax, burada bir ana, bacıdır, bilmirəm, bacılardır, qardaşdır, ailə içindən bir vəlayət var. Mal, mülklə əlaqəli arada bir söz-söhbət, incikliklər var və ya bir imzadır. İmza atılmır elə bir. Yavaş-yavaş kədərlərin gedəcək, önün açılmağa başlayacaq. İtən ümidlərin yaşamağa başlayacaq əzizim. Bax, o yerə çatdırırlar ki, intiqamlı insan deyilsən, amma o qədər yığdılar səni boğaza ki, artıq deyirsən ki, mən də intiqamımı alacağım. İlahi ədalət siz tərəfdə ola biləcək. Siz tərəfədir. Çünki qarşı tərəf peşmançılığı var. Çünki sizə ədalətsiz olduğuna görə, sayğısız olduğuna görə. Ortada bir sevgi, sayğısız bir sevgi olmuş, bitmiş. Amma yenə deyirəm ki, o üzr istəyib, peşman olub geri gələ bilər. Bir əmanət var, sizi çox yormuş bu əmanət. Sənin elə bir təmiz niyyətindən sui istifadə edən insanlar oldu. Bunu bildin, amma çox gec bildin. Çox halalından qazanan insansınız. Hər şeyi zülmlə, halallıqla gəlir, amma çətinliklərlə gəlir. Hərdən oturub deyirsən ki, niyə hökmən mən çətinlik çəkməliyəm? Niyə mən bu qədər ağırlığı mən çəkdim ilahi? Yəni, üsyan etmirsən, demirəm, amma yenə də ümidini itirmə əzizim. Çünki siz qazanan siz olacaqsınız. İş dəyişikliklərin ola biləcək, həyat dəyişikliklərin ola biləcək, tamamilə bir rahatlanman ola biləcək, şansın gələcək ayağına, fürsətlər gələcək. Təzə ilin bəziləriniz çox düşərli olacaq. Olmayan işləriniz, olmaz dediyiniz, bax, olmaz dediyiniz işləriniz olacaq, alınacaq. Bəziniz inanın ki, muradına elə tez çatacaqsan ki, arzuna elə tez çatacaqsan. Evin ağırlığını təmizləyin, evinizdə çalışın, yovşan otu varsa yandırın tüstüsünü, evlərə verin əzizim. 26-cı ildə bəziləriniz üçün o qədər gözəl, o qədər qəşəng düşəri olacaq ki, istədiklərinizi quracaqsınız, evlənməyənlər evlənəcək. Övladı olmayanlar, hamilə qala bilməyənlər, bəziləriniz hamilə qala biləcək, üzr istəyirəm qat-qat sizdən. Yenə deyirəm, bəzi xırda inişli çıxışlı yollara səbr edin, dözün. Bunlardan da keçəcəksiniz. Birinci fincanın niyyətini tutanlar, inşallah ki, niyyətiniz həyata keçəcək, qəbul olacaq, niyyətiniz olacaq əzizim. Amma bəzilərinizinki zamanla olacaq. Ona görə biraz səbr edin əzizlərim. Dinlədiyiniz üçün əzizim, birinci fincanı dinlədiyiniz üçün çox sağ olun, var olun. İnşallah ki, hər şey yaxşı olar. İkinci fincana keçək əzizlər. İkinci fincanın niyyətini tutanlar üçün yaşıl ulduzumuz. Ulduzunuz parlasın, arzularınız yerinə yetsin. Həyatda nə istəyirsinizsə, öz arzunuza tezliklə çatasınız əzizlərim. Qoy bütün ruhunuz, bədəniniz təmizlənsin.
Videonuzdan sonra düzgün deyil, bunu deyir, hər şeyi görən Allahdır, yenə deyirəm. Videodan sonra sizlər üçün dualar edirəm. Allah dualarımı qəbul etsin. Fatihə, Nas, Fələk surələri hamısını 11 surələri oxuyaraq sizə hədiyyə edirəm əziz izləyicilərim üçün. Yəni like edən, etməyən, yenə deyirəm ki, zəhmətə qiymət verənlərə sağ olsunlar, verməyənlər də sağ olsun. Vaxt sərf edib dinləyirsiniz. O mənim üçün hər şeyə deyir əzizlərim, amma yenə də zəhmətimə qiymət verənlərə sağ olsun. İkinci fincanın niyyəti tutanlar əzizim. Bax, həyatından birilərini çıxaracaqsan. Çıxarsan da elə bir bu sənin üçün hasar buraxır. Amma sizi psixoloji bir narahatçılıq mı deyim, həyat mı deyim, sizi çox yordu. Bəzən heç nə etmək istəmirsən. Deyirsən, deyirlər, bəsarət bağlanmış kimi. İşlərin tərs gedir, təm yaxşı getməyən işlərin var. Qohumlar arasında, bəzi qohumlar arasında soyuqluq var. Burada elə bir bağların elə bir ki qapamısan. Birilərindən uzaq olacaqsın. Üçüncü şəxs sizin həyatınızı alt-üst edir elə bir bəzilərinizdə. Qarşı tərəf getmiş, amma heç nədən, balaca cüzi bir söz söhbətlə aranızda inciklik olduğuna ah etdin o insana. 1000 dəfə söz verirsən ki, artıq o yaxşılığı etməyəcəm, artıq bilməyənə heç nə etməyəcəm, xeyr deyəcəm, xeyr deməyi bacaracam, amma özünlə bacarmadın. Halal yolla çox şey qazandın. İş dəyişimi istəyirsən, o işini dəyişmək istəyirsən, amma tələsmə. Biraz səbr et. Səbr edəndən sonra inşallah ki 3 ayın içində gözəl iş təklifi olacaq. Ondan sonra çıx, istədiyin bir işə gedə bilərsən. Arxandan danışanlar var, bunu bilirsən. Hətta o qədər yorulmusan ki, deyirsən nə qədər dedikodu edirlər, etsinlər. Allah dillərinə qüvvət versin deyirsiniz. Çünki onlar qul haqqına girmişlər. Ona görə rahatsan ki, Allah özü o qul haqqını özü ayır diləyəcək. Sağlıqla da əlaqəli yavaş-yavaş yaxşıya doğru gedəcək. Bəziləriniz müalicəyə getmişsiniz, bəziləriniz analizin cavabını axtarırsınız, istəyirsiniz ki, necə çıxacaq, narahatsınız. Bəzinizdə ailə içindən əməliyyata gedən ola biləcək. Həyatında yeni səhifə açırsan əzizim. Keçmiş bitir. Zamanını doğru istifadə edəcəksən, irəliyə baxacaqsan. Önəmli qapılar yavaş-yavaş açılacaq sənə. Bax, yanvarın 18-dən sonra əzizim, bax, xərçəng bürcündə olanlar, oğlaq, qoç, tərəzi. İnanın, sizin bəzi o pis, çətin, ağır qapılar ki vardı, bağlıydı. Bu 2026-cı ildə yavaş-yavaş o qapılar üz-üzə açılacaq. Bir də bəzilərinizdə bu təzə illə əlaqəli, yanvar ayla əlaqəli, diş, cilt, saçla əlaqəli bəzi məsələlər ola bilər. Yəni, bəzi həssasiyyət ola bilər. Sevgi həyatınızla əngəllər ola bilər. Artıq qorxma, cəsur ol, əzimli ol. Cavabdehliyin olsun. Lazım olanı etmək gərəkəni etmək zorunda olacaqsan. Amma yanvarın son günlərində sərt söhbətlər də ola bilər. Ciddi şeylər də danışıla bilər. Artıq qiymətini bilməyənlərə öz qiymətini bildirərək onlarla məşğul olmayacaqsan. Fikir vermək əvəzinə gələcəyinizə doğru, öz karyeranıza doğru yol yönəldəcəksən. Rəsmi yerdən dövlət qapısına və sənədlə əlaqəli, karyeranla əlaqəli çox daha diqqətli olmalısan bu aralar. Öz karyeranı daha da çox güclü bir biçimdə düşünürsünüz. Yəni, düşünməlisən də. Qohumlardan biriləri bir peşmançılığını görəcəksən, əzizim. Biriləri sənə açar uzadır, o açar sevincini yaşayacaqsan. Çox çalışqan insansan, haqq etdiklərini alacaqsan. Bir qadın sənə çox dualar edir, yolun, qapın açıq olsun deyə. Ailəyə cavabdehliyin çox oldu. Cavabdehliyi yükü daşıdın çox. Amma o insan sənin həyatına gəlirsə, sənin acılarını təmizləməyə, sənə şəfalandırmağa gəlir, ümid verərək gələcək. Elə bir sizi sirkələyib gözəl enerjilər gətirəcək sizə, əzizim. Bir yenilənmə duyğusu olacaq. Məntiqlə bir sevgi
qismətli bir sevgi ilə qarşılaşacaqsan. Beynini qarışdıran insanlar da hələ ətrafında var. Çünki sən güvən problemi yaşadın. Yanlış insanlar gördün, təcrübələrin çoxaldı. Düzdür, gərəksiz biriləri də həyatına gələ bilər. Biraz diqqətli ol. Yəni ona görə səndə qərarsızlıq ola biləcək. Ha tərəfə dönüm, hansı yolum doğrudur? Sənin iç səsin sənə xəbər verəcək düzgünlüyü. Bəlkə də bir sınaqdan çıxa biləcəksən. Biriləri səni yanlış yönəldə bilər və ya əlində maddiyyatı görüb səni ortalığa qoymağını istəyə biləcək maddiyatını. Qoy, belə xərcləyək, belə eləyək, elə eləyək, inanma, güvənmə. Araşdır ondan sonra insanı. Çünki burada bir aldanma, aldalılma var, maddiyyat itkisi var əzizim. 20 günə bir şeyləri paylaşırsan və ya başqa şəhərə getməyi düşünürsən, bəzi şeyləri satıb bir dəfəli mi getmək istəyirsən, yaşamaq mı, işləmək mi? Çıxacaqların həyatda çox oldu sənin. 10-15 günə bir şeylər eşidə bilərsən. Bir şeylərə elə sevinəcəksən ki, sevincindən yerdə durmaq istəməyəcəksən. Bax, elə bir sevinç gələcəksən əzizim. Bəziləriniz evimi satırsınız, torpağımı satırsınız, sata bilmirsiniz, bilmirsiniz necə satasınız. Yasin surəsinin 13-cü ayəsini niyyət edərək deyirsən ki, Yasin surəsinin üzü hörmətinə Allahım, satdığım əşya budur, ya maşındır, ya ev, tezliklə satım. Bu duanın üzü hörmətinə satın bitirim. Yəni bir suya oxuyun ya oxutdurun 13-cü ayəsini Yasin surəsini. Ondan sonra onu çiliyin sattığınız yer. Yo, evi satırsınızsa evin 4-1 küncündə dayanın. Yəni ortada dayanıb bir dəfə oxuyub evin 4-1 küncünə üfürün. Yəni ki Allahım tezliklə satılsın. Bunu edin. Hətta mən belə deyərdim, ən rahat bir şeydir. Bir quş şəkli çəkirsiniz. Qənədinlə, ayağıyla, balaca belə kağız götür, quş şəkli çək, əgər maşın satırsansa. Orada yaz ki, satıram. Hansı qiymətə də satırsan, o qiymətə yazırsan. Sonra da deyirsən ki, pulu mənə gəlsin, maşınım sizə getsin. O kağızı qatda maşının barda çoxuna qoy. Yəni bir yerdə qoy, qalsın satılana kimi. Satılan günü onu oradan çıxart əzizim. Sevincləriniz ola biləcək. F hərfi, bir yolunuz çıxacaq. Və ya birilərlə görüş təyinləyəcəksiniz, biri ilə görüşəcəksiniz. Sevinciniz var əzizim. İstədiyinizə çatacaqsınız, amma səbirliyin. Qısa-qısa, uzun-uzun yollarınız olacaq əzizim. Biriləri sizi çox diqqətlə belə baxır. Öz baxışlarına. Yəni onu fərq edəcəksiniz ki, bu niyə belə baxışlarla mənə baxır? Bir toya, bir yığıncağa, harasa bir yerə gedib gələndən sonra biraz ağrı hiss edəcəksiniz. Baş ağrıları, halsızlıqlar, hətta sağlığınızda bəzilərinizdə köp, mədə, bağırsaq problemi, qəbizlik, belə bir şeylər var əzizim. Düzdür, bəziləriniz həyatınızı çox istədiyiniz kimi gözəl yaşaya bilmirsiniz. Ödəmələrin var. Bəlkə də ödəmələrini çox düşünürsən. Bir neçə nəfər sizi yönəldə bilmədiyinə görə çox sinirlənir. Çünki vaxtı ikən sizi yəni əllərində oynatmış kimi yönəltmişlər, sui-istifadə etmişlər, həyatınızı alt-üst etmişlər. Lakin artıq siz o günlər kimi deyilsiniz. Artıq siz dəyişmisiniz. Güvəniniz bəzi insanlara qalmamış. Bax, qohumdan gəlir, yaxın tanıdıqlarından da əzizim. Artıq sizi əyə bilmədikcə sinirlənirlər, yol axtarırlar sizi, ayağınızı çəksinlər. Uzun boylu bir kişi özünə aid birilərini axtarır. Yəni özünə, öz xarakterinə uyğun, yaxşısan. Qara buludlar artıq üzərinizdən keçəcək. Qohumlarla, bəzi yaxınlarınla görüşməyə həyat yoldaşınmı, evdənmi izin verilmir. Buna biraz darıxırsan, sıxılırsan, kənara çəkilirsən. Birilərindən o qədər acığın gəlir ki, hara gedirsənsə onu yanında götürmək istəmirsən. Ondan uzaq olmaq istəyirsən. Bir şeylərə görə həvəslənmisən. Amma sən həvəslənirsən, başlayırsan bir işə, sənin həvəsini qırırlar. Eşitmədiklərini eşidəcəksən. Gec qalan təkliflər var. Ya da gec qalan bir evlilik təklifi də ola bilər. Əvvəlki kimi elə biraz səbrin qalmayıb. Qarşı tərəfində artıq görürsən ki, sənə qarşı dəyişimi, sənə qarşı tamam başqa cürdür, xarakteri dəyişib, səbirli kimi deyil, gözəl davranmır. Sən də huzursuz kimisən, tikan üstündəsən elə bir. Birinin haqlı olduğu üzə çıxacaq. Siz də məmnun olacaqsınız. Sevmədiyin birindən qutaracaqsan.
Evinə, malına, mülkünə göz dikən var, sənin evindən danışan var, mal mülkündən danışan var, qazancından danışan var, fürsətlər gələcək, gözün açılacaq, başarılı olmaq istəyirsən, qarşına, yenə deyirəm də, elə bir işlər görmək istəyirsən ki, bəlkə də evindən, ailənin içindən də kimsə keyfini anidən pozur sənin. Əlinə kağız gəlir, ondan sonra özü xoşbaxt hiss edəcəksən. Fərqli bir niyyətin var. Sizin başarıqsız, bacarıqsız olduğunu tez-tez deyib başınıza vuran var. Tanıdığındır, ailə içindən də ola bilər. 2 nəfər qohum arasında sizə zərər vermək istəyənlər var. Ya iş çevrəsində də olar. Biraz ona diqqət et. Birilərinin çox pis yanlışını, yalanını tutacaqsan, biləcəksən. Əzizim, bu 2-ci fincanın niyyətini tutanlar, yovşan otunu alın, yandırın, evin künclərinə beləcə yandırıb tüstüsünü verin. Həftədə heç olmasa bir dəfə. Çünki ağırı olan, işi düz getməyən, tərs gedən insanlar var işində. Əlinə də duzu götür sol əlində. Üzü qibləyə duraraq diginə. Duz sən özünə, deyirsən duz özünə negativi evdən, yəni negativi evimdən götürsün, xoşbəxtlik, əminamanlıq evimdə qalsın deyib pencərədən o duzu at ginən. Heç olmasa 10 gündən bir dəfə ilə ginən. Ev almaq, maşın almaqmı, mülk satmaqmı, almaqmı, satmaqmı istəyirsiniz? Əsas satışdır burada əzizlərim, satmaq istəyirsiniz. Bəlkə də uzaq yerdə, sən başqa ölkədəsən, amma sənin torpağın hardasa, başqa şəhərdədir, başqa rayondadır. Onu satmaq istəyirsən, hökmən deyil ki, ora gedəsən. Evində oturaraq, elə bir lap evi əgər satmaq istəyirsənsə, o çıxarışda necə yazılıbsa, ev nömrəsinə kimi niyyət edib deyirsən, ya maşın satırsansa, nömrəsini, markasını satmaq istəyirəm deyəcəksən, filan ölkədə mənim maşınım və ya filan ölkədə adresdə ev nömrəsi bu, tarlam, torpağım, nə bilim, satmaq istəyirəm və ya torpaq almışsan, amma nömrəsiz adı yox, amma hansı kənddə, hansı şəhərdə, hansı ölkədə neçə sot, nə qədər torpağım varsa, onu niyyət edirsən ki, satmaq istəyirəm. Bunu niyyət edirsən. Axşam namazından sonra ancaq bazar günü eləyəcəksən. Əgər sənin satdığın əşyanın, ya malın, mülkün üzərində negativ yoxsa, əməl yoxsa, məhkəməlik iş yoxsa, inanın 21 günün içində alıcılar, klientlər, müştəriləriniz gələcək. Hər hansı bir pul götürürsünüz, belə götürün, burada var. Bir qəpik götürürsünüz, əzizim, bir də şamı yandırırsınız. Şamı yandırırsınız, əzizim. Bu qəpiyi götürürsünüz, əzizim. Bu qəpiyi götürürsünüz, bax, mən sizə başa salım da, bax, qəpiyi götürdünüz, məsələn, şamdır. Şamı yandıracaqsan, qəpiyi 2 əlvin ortasına qoyacaqsan, bax, belə. Mən dediyim duanı şərh bölməsinə yazacağım. O duanı dedikcə özvə tərəf çəkirsən. Bax, ocağa, o da belə eləyirsən, bax, belə eləyirsən, özvə çəkirsən. Bax, belə eləyirsən, özvə çəkirsən, qəpiyi. Çəkdinmi qəpiyi? Ondan sonra, əzizim, bu qəpiyi götürürsən, 4 dəfə yazacağım şərh bölməsinə. 4 dəfə duanı deyəndən sonra, amma inamla, yəni tez bazar eləyim, qutarım, gedim, yox. İnamla, sakit, niyyət edərək, Allahdan istəyərək, bax, qoydun əlvə, oxudun o duanı, 4 dəfə oxuyaraq özvə çəkirsən, odun qüvvəsilə özvə çəkirsən, əzizim. Sonra da qutarandan sonra 4 dəfə oxuyandan sonra bu qəpiyi, bax, qəpiyi götürürsünüz. İndi sizin ölkədə hansı qəpiyi varsa, mən bilmirəm. Bizim ölkədə olan qəpiklərdən götürürsünüz, əzizim. Bax, bu əsl qəpiyi götürüm. Məsələn, qəpiyi götürdünmü, ölkəvizdə hansı qəpiydirsə, siz öz ölkəvizdən o qəpiyi götürürsünüz, əzizim. Qəpiyi götürdünüzmü, sonra götürürsünüz, bu şamın üzərinə qoyursunuz, belə. Qoydunuz, beləcə qoydunuz, söndürdünüz. Bu şam söndü. Axıra kimi yanmasın şam. 4 dəfə oxudunuzmu? 4 dəfə oxuyub qutarandan sonra o şam da qalacaq yarımçı. Belə elədinizmi? Demək, bu şamdan biraz beləcə ərimiş kimisin götürürsən, yapışdırırsan bura. Bu şamı möhürləyirsən. Bax, şamı yapışdırdın mı bura biraz? Bax, yapışdırdın, möhürlədin uca bunu. Bunu möhürləyəndən sonra, əzizim, qoyursunuz kaşlokunuzda. Qoyursunuz kaşlokda saxlayırsınız. Bu kaşlokda qalır, daşıyırsan özündə. Satana qədər. Artıq ya torpaqdır, ya maşındır, ya evdir, neysə satdınızsa, bu qəpi ilə şamı götürürsünüz, çıxarırsınız. Yəni, bu az qalıb, o heç sizin şam çox qalacaq. Bunu şam qarışıq, bu qəpiyi aparıb bir yaşıl ağacın dibinə atacaqsınız, əzizim. Ya atın, ya bastırın, fərq etməz. Bunu bəziləriniz satmaq üçün məndən xahiş eləmişlər, şərh bölməsinə yazmışlar, əzizim ki, yəni xahiş edirəm Dilbər xanım, satmaq üçün bizə bir ritual deyərdiniz. Mən bunu dedim, düzdür, göstərmək lazımdır. Mənim amma vaxtım o qədər yoxdur, əzizlərim. Həqiqətən özüm zaman qaçır mənim üçün, əzizlərim.
İnşallah demişəmsə də o xırda balaca rituallar siz üçün təşkil edəcəm əzizim. Yəni təcrübədən çıxan ritualları sizə məsləhət görəcəm. Demək ki, bax bunları mən deyən kimi edin. Nə başa düşməsəniz sual verərsiniz. Şərh bölməsinə də duasını yazacağam. 4 dəfə o duanı satmaq üçün o duanı oxuyacaqsınız əzizim. Bax övladınla aranda bəzi problemlər yarana bilər. Biraz aranızda küskünlük, əsəb, stres keçirə bilərsən. Amma yenə də övladını düz yola çəkərək, yəni zəfəri sən qazana bilərsən. Və ya burada övladın ailəlisənsə, övladın varsa, övladın həyatı səni maraqlandırır, ya onun bəzi məsələlərlə əlaqəli biraz sıxılırsan, darıxırsan öz gedişat həyatına. İnşallah ki 2026-cı ilin ortalarından, avqustundan inşallah övladının həyatında yeniliklər yavaş-yavaş yaxşıya doğru gedəcək, əgər səbr eləsə. Siz özünüz də səbr edin. Əlbəttə övlada biz yolu göstəririk, necə sakit etməyi biz onlara başa salırıq. Əzizim, bax, həyat yoldaşınla ortada bir incilik var, küskünlük var. Elə bir evin damının altındasınız, amma bir-birinizə qarşı arxa çevirirsiniz, küsürsünüz. Bir də əzizim, biraz diqqətli olun ki, burada birilərinin elə bir həyat yoldaşının ailəsi tərəfindən üzərinizə elə bir, necə sizə başa salım, sizdən biraz dedikodu deyiləni eşidəcəksiniz və ya sizin həyat yoldaşınız öz qohumlarından, valideynlə çox görüşməyə izin vermir, buna biraz huzursuz kimi olursunuz və ya bəziləriniz platonik bir sevgidir, gedirdi, gözəl gedirdi, üçüncü şəxsin qarışmasıyla arada məsafələr oldu. Amma yenə də bir mesaj gözləyirsiniz, onu unuda bilmirsiniz, sizə bir mesaj olacaq, yəni bu il üçün sevinci olacaq, siz üçün narahat olmayın, amma addım atmağı, yenə də onunla addım atıb atmamağını sizdən asılı olacaq. Avqust ayında bu fincanın niyyətini tutanlar, avqust ayında çox sevincin ola biləcək. İstədiyini həyata keçirə biləcəksən, yeni bir səhifə həyatda özünü açacaqsan. 2026-cı ilin oktyabr ayında bəzi məsələlərlə, işlə, problemlərlə biraz sıxıntınız ola bilər. Oktyabrın əvvəlindən ortasına kimi bəzilərinizə sıxıntı ola bilər. Bu sıxıntılar da keçərək üzünüz güləcək əzizim. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox sağ olun.